Bu gördüyünüz iki mina, POMZ-2 və POMZ-2M minası gövdələrinin görünüşündən də o saat göstərir ki, bu qəlpəli minadır. Və qəlpəli minaların təyinatı öldürməkdir. Artıq yaralama yox, konkret olaraq öldürməkdir. Bu hər iki mina otların arasında, ağaclıq ərazidə tələ məfdili ilə quraşdırılır. Yəni minanın özünü görmürsünüz, hərəkət edən zaman tələ məfdilinə toxunduqda mina işə düşür. Bu minaların gövdələri gördüyünüz kimi kəsiklər var. Material çuğundandır. İçərisindəki 75 qram partlayıcı maddə partladıqda dairəvi ətrafa yayır və 15 metr məsafənin içərisində bu qəlpələr ölümcül xəsarətlər verir. Bu minalar baxmayaraq ki, uzun illər bundan əvvəl Sovet ordusunda istifadə olunubdur, bugünkü gündə bizim ərazilərimizdə tapır. Qarabağ münaqişəsi zamanı aktiv istifadə olunan mina növlərindəndir.